Hər vaxtınız xeyir, dəyərli müdavimlər. Neçə gündür başım çox qarışıq olduğu üçün ona görə istədim ki, sizə həm motivasiya, həm də məlumat xarakterli bir video çəkim. Bilirsiniz ki, artıq müsahibə mərhələsi bağça işə qəbulla bağlı başlayıb. Və burada müdavimlər çox sual verir ki, müəllimə çətinmi olur, asanmı olur? Düzdür, mən bunu hazırlaşdırdığım zaman, yəni müsahibə qruplarıma həmişə qeyd edirdim ki, burada öyrəndikləriniz düşür, qeyri-adi bir şey düşmür. Sadəcə olaraq öyrəndiyinizi düzgün şəkildə qarşı tərəfə çatdırmalısınız. Əgər özgüvənli, düzgün şəkildə qarşı tərəfə çatdırırsınızsa, onsuz da suallar rahat olur. Yəni bildiyiniz olur suallar, yəni bildiyiniz şəkildə cavablandıra bilirsiniz. Əsas nəyə diqqət edirsiniz? Çalışın ki, uzun-uzadı cavablandırmayın. Qarşı tərəfə sualları cavablandırarkən əlavə, məsələn, sualla bağlı olmayan məlumatlar verməyin. Yəni, bu da əsas. Ona görə narahat olmayın. İnşallah ki, bu mərhələdə də inanıram ki, uğur qazanacaqsınız.